Bəli, bugünkü mövzumuzda uşaq bağçalarıdır. Niyanka dediklərimiz bizim bu uşaq bağçası, babysitting, nanny artıq hansı dildə. Uşaq baxan adam, belə deyək. Bir çox ailələrdə var. Əsasən də indiki yeni cütlüklərdə insanlar çox rastlaşır. Yəni keçmiş cütlüklərdə daha az idi. Yəni bizim atalarımızın dövründə, hətta babalarımızın dövründə demək olar ki, yox idi. Atalarımızın dövründə var idi. İndi daha çoxalıblar. Oradakı müəyyən bu haqqda danışmaq istəyirəm. Bunlar bu ailələr uşaq baxmaq üçün bir adam tutur. Əsasən qadın olur və əsasən də Filippindən və İndoneziyadan ya da ki Vyetnamdan, yəni bu Okyanisiya ölkələrindən olurlar. Güya ki indi uşaq ingilisini öyrənəcək də. Uşaq ingilisini öyrənəcək, kulturlu olacaq, nə bilim, nə olacaq. Rus tutanlar da var əslində. Onda da rus dilini öyrənmək üçün tuturlar. İndi hansına önəm verirlər, amma əsasən ingilis dili tuturlar. Mənə həmişə qəribə gəlir bu. Uşaq yaxşı, ingilisini öyrətmək istəyirsən, nə yaxşı başa düşdük. Ki yolsuz da bunlar baxıcı olurlar. Bunların aksentləri də orijinal ingilis dili deyil. Yəni mənim bir sinif yoldaşım var idi universitet vaxtında. Filippinli idi. Yəni onların aksentlərində bir ğ ya da x bu aksentlər var. Yəni %100 ingilis aksenti deyil. Ola bilməz zaten. Olması üçün həmin o Niyankanın üstündə o dil üstə çox işləməlidir ki, həmin o dili mənimsəsin. Yəni çətin tapmaq olar. İngiltərədən ya da Amerikadan tutmaq olur. O da bilmirəm niyə cəmaət ancaq elə oradan tuturlar. Filippindən. Səbəb nədir mən bilmirəm. Çox maraqlıdır. Yəni arada elə bir tanış adam varsa, onu da bildirsə yaxşı olar ki, yəni niyə imenlidir, niyə ancaq Filippin, niyə başqa ölkə yox? Yəni Filippindən nə var ki, onlarda yoxdur? Dil desən, yəni ingilis dilindən danışırsa, Amerikan tutmaq daha yaxşı olar, ingilisi tutmaq daha yaxşı olar. Nəinki Filippinlidən. Ucuzmu işləyirlər ona mı görə? Yəqin qiymətlə əlaqəlisi var, yoxsa başqa orada və yaxud da o bazar daha mı inkişaf edib orada? Kurs falan mı keçirlər? Mən nə bilim, biraz düşmədim. Bu birinci mövzu, yəni bilmirəm. Yəni qıraqdakı insanlara da baxdığın zaman çox da qəribə görsənirlər. Yəni deyək ki, Azərbaycan ailəsidir və ya ərəb ailəsidir. Asiyalı bir dənə qadın gəlir. Yəni bax bilinir ki, yəni bu Niyankadır, bilinir ki, bu qıraq bir adamdır. Bunların ailəsindən gəlir. Çox vaxt Azərbaycanda da olubdur, bizim tanış ailələrdə də bəzən olur. Görürsən ki, kimsə gəlir öz baxıcısı ilə. Bu qəribə gəlir insana. Çünki adam sual verir ki, yəni mənim başıma belə bir şey gəlsə, kimsə mən evləndiyim zaman həyat yoldaşım eləsə ki, bəs mən baxıcı istəyirəm. Yəni adama sual verər ki, sən ona nə işə baxırsan qadın olaraq? Evi yığışdıran kimsə olsun, yemək bişirən kimsə olsun, uşağa baxan kimsə olsun. Sən nə işə baxırsan? Qadın olaraq sənin orada vəzifən nədir? Bunlar idi, vəzifələr bunlar idi. Bunlar eləmirsən, hərəsində bir adam tapırsan və üstədə bunu pulu mən ödəməliyəm. Sən eləməli olduğun işi, pulu mən ödəməliyəm. Yaxşı, sən nə edirsən? Müdafiə edirlər ki, həyatını yaşayacaq. Həyatı yaşayacaq. Bu həyatı necə yaşayır? Yəni bu güya ki, bu qadın kvant fizikidir və yaxud da nə bilim hər hansısa bir böyük bir genetik mühəndisidir. İşini buraxıb uşağı olub, amma da indi olmuş uşağa baxamaz da bütün insanlıq bunu gözləyir, gedib işləməlidir. Əgər elə məsələdir varsa, ona başa düşmək olar. Ki, çoxundansa elə məsələ olmur. Çoxunda gedirlər shopping mallda boş-boş vaxt xərcləyirlər, gəldi, həyatını yaşadı. Sən əgər məqsədin sən avaralanmaq, sürünməkdirsə, belə deyək ki, o dillə, sən niyə uşaq eləyirsən? Uşaq eləmək fədakarlıq eləmək deməkdir. Yəni sən uşaq eləyirsənsə, fədakarlıq eləyirsən, istər ata olsun, istər ana olsun. Yəni atanın da fədakarlığı var da. Yəni evlənmənin zaten özü ayrı bir fədakarlıqdır, uşaq ayrı bir fədakarlıqdır. Məsələn, kişinin özü də oturmuşam, mənim cibimdə pulum var. Mən gedib oturub hansısa bir, indi mən eləmirəm amma, məsələn, eləyən insanlar hansısa bir klubda otura bilər.
Yaxud da dostlarına gedib bilyard oynaya bilər. Yaxud da nə bilim yığıb motosiklet ala bilər öz pulu ilə. Yəni tək olduğun zaman pul yığıla bilir. Amma mən ondan vaz keçib, mən öz istəklərimdən vaz keçib gedirəm uşağıma hansısa bir məsəl üçün pul ayırıram, ona bir şey alıram. Yaxud da evləndiyin zaman belə təbii ki, o da ayrıca bir fədakarlıqdır. Qadına bir şey alırsan. Bu ailədir də, hamı bir-birinə fədakarlıq edir ki, ortaya bir şey çıxsın. Uşaq üçün elədiyin zaman bu şey artıq burada qalxıb da qarşı tərəfi borclu çıxara bilmərsən. Amma bu eləmir. Elə biz nə deyirik? Bir kənsə bir kişi gəlir. O deyir ki, adam tapmışam, mənim yerimə işləyəcək, mənə pul. Dədəmdən pulunu yeyəcək, belə deyək. Dədəm mənə pul göndərəcək. Hə. Maşın sürməyə şofer gələcək, mən maşın sürməyəcəyəm. Hə, yaxşı. İşləməyi də ki, bu məsələn bir şey xarab oldu və yaxud ev işlərində indi məsəl üçün həyətin varsa, bu otlardan biçmək üçün normalda Amerikada kişilərin özləri eləyir də. Bağban tutmuşam, o eləyəcək. Sən evdə nə edirsən? Heç oturub televizora baxacaq. Yəni evlilik ancaq gəlib bir-birini qucaqlayıb, ay mən səni sevirəm, ay mən səni sevirəm. Belə bir kişi tapırsansa, sən də belə bir qadın ol. Onu yaz o atanın halına ki, həm oğlu həm də gəlinə baxır. Sənin atan sənə baxsın. Yəni uşaq sizə nə öyrənəcək? Uşaq da mənə öyrəndi ki, mən də yan gəlim yatım, mənə baxsın. Yaxşı. Uşaq böyüdü, orada sənin kimi fikirləşir. Yan gəlib yan yatdınız. Babaların pulu qutardı. Sən necə eləyəsən? Sən bir şey həyatda bir şey nailiyyət əldə edəməmisən. Uşağa necə eləyəsən? Yox, get işlə, get şey elə. Bunu öyrən, bunu öyrən. İki tərəfdə olmalıdır, fərqi yoxdur ya qadın ya kişi. Yəni qadının öz vəzifəsi var evdə, kişinin var işte. Evdə olanları sən əgər yanka ilə sən onu eləyirsənsə, müəyyən qədər olar. Deyərsən ki, yorulur ev işlərində, məsələn, paltar yumur. Paltar yumur da paltar yuyan var onsuz da, qab yuyan var. Yəni yemək özün bişirməlisən. Mən özüm düşünürəm ki, yəni mən başqasının yeməyini restoran başa düşdük. Amma daimi olaraq başqa birinin yeməyini arvad dura başqasının yeməyini yeyirsən. Arvad özü necə sıxışdıra bilər? Mən çox maraqlıdır ki, biz başqasının yeməyini yeyirik. Yəni hər gün oturub başqasının yeməyini yeyirik də bildiyin. Hansısa bir qadın gətirib yemək bişirir və sən də həmin o qadına deyirsən ki, çox yaxşı olub, çox bəyəndim bu yeməyi. Məsələn, qızın adı, qadının adı nədirsə, Nuray nəsə kimsə. Çox yeməyi də çox bəyəndim, çox dadlıdır yemək bişirir, əli çox yaxşıdır. Qadın oturur, hə, deyir. Yəni bunun ekvivalenti olaraq məsəl üçün hansısa bir dənə usta deyək ki, gəlib işi düzəltsə, hansısa bir şey təmir etsə, hətta maşın sürmə, şofer gəlib hansısa bir maşın sürürsə, o da deyir, o maşın çox yaxşı sürür deməyi, biraz şəxsən məni çox qışı təsir eləməz. Yəni, sənin şoferin var, qadın da gəlib deyir ki, bizim şoferimiz maşın səndən yaxşı sürür. Bu, qəbul edilməz bir şeydir. Bu qadın necə qəbul edir, mən o maraqlıdır ki, yəni belə bir şey var. Uşağı da başqasını böyütməyi də problemdir. Yəni, o da ayrı bir məsələdir ki, uşağı başqası böyüdür. Sən %100 həmişə yanında olmursan. Yəni, uşaq da, həmin uşaqlar da əsasən içə qapanıq böyüyürlər. Ailədən biraz qopuq olurlar. Çox da ailəyə belə yaxınçıl olmurlar. Belə bir növü biraz. O təbii ki, ailənin üçün onu daha yaxşı bilərik. Amma yəni, sən qadın işinəriz. Uşağa necə baxırsan, uşaq deyirsən, uşağındır. Sən uşaq, qadın olaraq, ana olaraq uşağa baxmalısan da. Amma uşağa baxmırsan. Deyirsən ki, keçsin başqası baxsın uşağa. Bu necə düşüncədir? Yəni, əvvəllər keçmişə baxdığımız zaman heç bir anada belə bir şey olmayıb. Hə, o vaxtlar süd anaları olub. Süd anaları olub o vaxtları. Amma bu süd analarının əsas məqsədi, yəni daha doğrusu vəzifəsi belə deyək. Ki, bizi böyütməkdən əlavə, o vaxtlar uşaq çox olduğundan, hansısa bir ailədə 7-8 dənə uşaq olurdu və qadının səhhəti yaxşı deyil idi. Bu 7 dənə uşağa baxmaq üçün uşaqların çox xəstəlikdən ölürdü. Qadın səhhətinin özü də adi problem idi. Bəzən olur ki, qadın süddən kəsilirdi. Olur da, yəni 8 dənə uşağın var, onsuz sağlam bəslənə bilmirsən, düzgün bir tibbi bir hansısa bir xətt yoxdur ki, xəstəxana yoxdur, gedəsən ora. Bunun müalicəsi yoxdur, süddən kəsildi. Və uşaq da acır. Məcbur olaraq sən süd anası tapırsan. Süd anası, yəni o da uşağı olan, amma daha az uşağı olan, yəni onun südü olan bir anaya süd analığı edirsən. Və onun qarşılığında pul verirsən ki, mənim uşağım gəlsin sənin südündən içsin. Bu müəyyən müddət ərzində həmin o uşaq orada qalmalıdır da, yəni balaca uşaqdır deyə.
Amma sən o demək deyil ki, o böyük süddən artıq kəsiləndən sonra sən gətir qalmalıdır onun evində. Süddən bitdi, kəsildi, yəni qurtardı artıq süd içmir artıq, yemək yeməyə başladı. Sən də gəlirsən, o gəlir sənin evə. Sən evə gəlməlidir artıq orada. Yəni indiki bu Niyanka saxlayanlarda baxır, uşaq gəlib 10 yaşına hələ də Niyanka burdadır. Bu Niyanka nə işə baxır? Bu mənim mövcudatı, bunun 10 yaşı var ya bunun. Bu nəyi eləyə bilmir ki? Bu nəyi bacara bilmir ki? Niyanka buna kömək eləyir. Yemək yeyir. 10 yaşı var uşağın da, sən ki bu nə deməkdir ki bu? Adam da sual verə bilmir ki, bax 10 yaşlı niyə bu Niyanka nə gəzir? Uşaq da başa düşdü, ayaq yoluna aparırdı, yemək yedizdirirdi, yatmağına baxırdı. Bundan namusu 10 yaşlı uşaq özü azad eləyə bilir də. Buna sən nə edirsən? Yox, 20 yaşında onu yanında fırlanasın, menecer olmusan, niyə qalıbdan çıxıb? Köməkçisi, get onu elə, get belə elə. Osmanlı sarayındakı kimi. Çox qəribədir. İşin özünün də qəribəliyi var ki, bu iş müəyyən bir yaşa qədərdir. Yəni, işə aldığın zaman mütəmadi deyil. Yəni, sən sona qədər bizdən qalarsan deyə bir şey yoxdur. Uşaq böyüdür, çıxıb gedirsən, yəni işdən atılırsan. Mən səni işə alıram 5 illik. Uşağı deyək ki, uşaq doğulub 5 yaşına qədər də indi. Lap deyək ki, bunlar kimi eləsən də 10 il, amma 10 yaşa Niyanka düşmür. 5 yaş. 6 yaşında artıq məktəbə gedir. 6 yaşında artıq Niyankaya ehtiyac yoxdur. Uşaq da 6 yaşında gedir, gəlir dərslərini oxur, qutarlı getdi. Niyanka savadlı oturtursun bu dərslərinə kömək edərsən. 5 yaşa qədər. Sən bilirsən ki, Niyanka olaraq bilirsən ki, mən 5 illik gəlirəm də bu işə. 5 ildən sonra mən artıq bu işdən ayrılıb başqa bir işlər tapmaq lazımdır. Həmin hansı ölkədə yaşayırsansa bilmirəm. İndi bu 5 il ərzində həmin uşağa qarşı səninlə heç bir emosional bir bağ olmadı, hər hansı bir əlaqə olmadı da belə deyək. Həmin o ailəyə qarşı heç mi olmadı ki, sən belə asanlıqla ailə dəyişdirirsən? 5 il burada yaşadım, 5 il onlara da yaşadım, 5 il onunla da işlədim, 7 dənə uşaq böyütmüşəm, artıq belə adı. Heç bir maraqlı gəlməz. Çox maraqlı, yəni Niyanka işləyənlər varsa, onlar da bu fikirlərini yazsalar, daha yaxşı olar ki, çünki mən görməmişəm Niyanka olan bir adam. Yəni bir dəfə görmüşdüm, onun son rus dilində danışırdı, mən rus dilində güclü deyil deyə, indi də çox güclü deyil. Yəni danışa bilmədik. Amma yəni Azərbaycanda görməmişəm, ingiliscə danışan birini görməmişəm. O cəhətdən belə mənə çox maraqlı peşəlik kimi gəlir. Həm onu qəbul, yəni bu bazar niyə var? Mən o maraqla çatmır ki, bu bazar niyə var? Kim niyə gəlib burada işləyir? Kim niyə buna razı olur? Yəni niyə, səbəb nədir? Ana olaraq uşağı belə bilmirsən. Yəni bu bir uşaqdır, həm də niyə böyle gəlmirsən ki? Çox maraqlı. O bir işləri də dedim, başa düşmür, o bir işləri də ev işdir, yəni paltar yola da paltar yürüyəcək. Bizə ev yığışdırmaq məsələsində ola bilsin ki, ev yığışlarına pul vermək qarşılığında gəlib həftədə 2 dəfə, 3 dəfə yığışdıra bilər. Hə, əsasən uşaqlı evdəsənsə, yorulursan, deyirsən ki, ondan sonra elə pul verək, pul işçi gəlsin, işləsin. Onu buna tərəfdarı deyiləm, amma baxardım, baxsam müəyyən qədər qəbul oluna bilər. Əgər qadının səhhətində problem varsa, əlbəttə ki, qadın artıq səhhətində problem var. Qadın iş, yəni ev işinə görə bilmir, məcbur olaraq kömək eləmək məcburiyyətindəsən. Pulun varsa pulla, pulu yoxdursa da anası, bacısı, bacısı və ən pis olmanın qonşu falan kömək eləyir ki, müəyyən verir. Sən ev falan var, sən o kişi olaraq da artıq hərəkət gedirsən, sən kişi olaraq da artıq ev yerləşdirirsən. Evdə işdən evə gec gəlirsən, yorğun gəlirsən, amma yenə də bir şey ən azından heç olmazsa öz yataq otağınızı və hər hansısa bir otağı uşaqlara tapşırırsan. Bu daha çətin bir halda əgər qadının səhhətdə problem varsa və pulla yoxdursa almalıdır. Çünki pulla bir alternativdir. Qadın səhhətdə problem olar, sən pulla onu alarsan. Pul da yoxdursa, artıq biraz işçi qarşılayacaq. Uşaqlar böyüməlidir, uşaqlar ağıllıdırsa əgər, başa düşəcəklər ki, bunu eləmək lazım deyil. Amma biraz nadinc uşaqlarsa, o zaman onu başa düşməyə çətin olacaq və yoracaq insan. Əsəbləşməkdən söhbət getmir, deyəcək ki, mən əsəbləşdim, amma dərdini gələndə məsələ olur.
Belə bundan başqa yeni olmasa çox belə maraqlı yəni. Çox belə heç xoşa bilmirəm. Çox qəribə bir şeydir yəni. Siz də onda öz fikirlərinizi yazarsınız, görək siz nə düşünürsünüz bu haqda. Mən öz fikrimi dedim. Ola bilər ki, hansısa bir fikri qaçırmışam, hər hansı bir hissəni qaçırmışam. O haqda deyə danışa bilərsiniz. Ya da öz əks fikriniz varsa, onu da danışa bilərsiniz. Mənim bu qədər o zaman bu günlük. Görüşənədək başqa bir podkastlarda görüşərik.